Yeni vloquma və kanalıma hər biriniz xoş gəlmisiniz. Məncə bu vloqu maraqlı izləyəcəksiniz, çünki təmizlik var və bizim bir çox xanımlar da təmizlik vloqlarını sevirlər. Buna görə də çalışıram ki, təmizlik etdiyim zaman nə qədər də çətin olsa, elə kameranı qoşum, sizin üçün də vloqumu çəkim ki, siz də baxıb motivasiya alasınız. Çünki mən belə vloqları izləməyi çox sevirəm. Burada da ümumi bir təmizlik edirdim. Əslində çox belə ayrıntılı bir təmizlik etmədim, amma ümumi ev yığışı edirdim və gələcək vloqda da artıq başlamışam. Mən bəzi planlarım var. Mətbəxlə bağlı təmizlik vloqu gələcək. Bu otaqda isə çalışıram ki, tez-tez Alenanın əlinin dəydiyi hər yeri silim. Özü də burada Fairy'dən, Sleepy'dən istifadə etmirəm. Çünki onların daxilində kimyəvi maddələr yəqin ki var və buna görə də çalışıram adi belə təmizlik bezindən istifadə edim və adi su ilə təmizlik edim. Qızlar, indi hazırlaşıram. Birazdan evdən çıxmalıyam. Çünki şəklə pul ödəmək lazımdır. Buna görə də əvvəlcə biraz sadə bir makyaj edəcəm. Heç olmasa nəmləndirici çəkim üzümə. Ondan sonra da hazırlaşıb çıxacağam. Əgər yolda maraqlı nəsə olsa, yəni hansısa mağazaya falan girsəm, sizin üçün maraqlı bir şey çəkərəm. Burada da makyajımı elə həmişəki məhsullarını eləyirəm. Artıq bunları göstərməkdən mən özüm də yorulmuşam. Yəqin siz də yorulmuşsunuz. Çünki yeni bir şey demək olar ki almıram. Ancaq eyni məhsulların yenilərini alıram. Və bunlarla makyaj edəcəm. Əvvəlcə nəmləndiricimi çəkim. Çünki mən bu il söz vermişəm ki, bütün əlimdə olan məhsulları, nəmləndirici filan bunları bitirəcəm. Bu da artıq demək olar ki bitir. Bir neçə istifadədən sonra bitəcək. Sadəcə belə bir məqsəd qoymuşam ki, heç nə evdə xarab olmasın. Yəni hamısını istifadə edeyim. Sonra da təbii ki yenilərini alaq. Ona görə də əvvəlcə yaxşıca üzümü nəmləndirirəm. Kaş bu hissələri tam formada sizin üçün çəkə bilərdim, amma üzümü göstərmədiyimə görə bu hissələri çəkə bilmirəm. Nəmləndiricidən sonra mən tonal krem çox çəkmək istəmirəm üzümə. Ona görə də bəzi ləkələr olan hissələrə sadəcə pudra ilə belə örtəcəm onları. Çünki tonal krem ümumiyyətlə istifadə etməyi sevmirəm. Ona görə də məndə belə bir krem var, onu sizə göstərim. Baxın, bu iki krem elə günlük tonal krem kimi bir şeydir. Yəni bunun da bu dərinin rəngini alır. Bu isə BB kremdir. Bunları da bəzən istifadə edirəm, amma bugün elə də önəmli bir yerə getmirəm. Yəni çox gəzməyəcəm filan. Ona görə də bunları istifadə etməyəcəm. Sadəcə pudra ilə bir-iki ləkəmin üstündən keçeyim. Bundan sonra yadımdan çıxdı, birinci qaşları sabitləməliydim. Qaşlarımı sabitləyim. Səhər oyanan kimi çalışıram ki, üzümü yuduqdan, nəmləndiricimi çəkdikdən sonra mütləq qaşlarımı sabitləyim. Bu da elə güclüdür. Mənim qaşlarımı görsəz, çox belə çətin qaşlardır. Amma bu elə gözəl sabitləyir. Çox, yəni ən razı qaldığım məhsullardan biridir bu. İzlədiyim xanımlardan çox sevirəm ki, otururlar belə makyaj edərək vloglar çəkirlər. Amma özüm çəkə bilmirəm, çünki üzümü göstərmirəm. Bu dəfə də belə bir yenilik olsun dedim. Bilmirəm, bəlkə də buranı kəsəcəm, heç paylaşmayacağım. Birazca da tuşdan istifadə edəcəm. Bunu bacım almışdı Trendyoldan, 3 dənə almışdı. Biz 3 bacıyıq bu arada. Balaca bacım almışdı. Hərəmizə bir dənə hədiyyə eləmişdi. Sağ olsun. Bu da yaxşıdır, pis deyil. Mən ən çox sevdiyim, baxın budur. Artıq içi bitib. Niyə saxlamışam heç özüm də bilmirəm. Birazca da yanaqlarımızı qızardaq. Bu da Golden Rose'un. Mənim bütün məhsullarım demək olar ki Busədəndir. Orada orijinaldı məhsullar. Bildiyim qədəri ilə. Məhsulları çox yaxşıdır. Həm qiymətləri normaldır. Yəni bir çox yerə baxanda məncə ora daha normaldır. Dodağıma da biraz bir şey çəkim. Liner istifadə etməyəcəm. Miss Fidi neçə nömrəsidir? 802 nömrəsi. Saçımı da darayım. Özümə daraq almaq istəyirəm. Neçə vaxtdır. Amma hər dəfə mağazaya girib çıxıram və sizcə nə olur? Yadımdan çıxır. Mən ümumiyyətlə belə bir şey deyim. Əlimdə pul olsa da, məsələn, amma həmin şeyə çox ehtiyacım yoxdursa, almıram onu.
Çox belə əslində bəlkə də düzgün bir şeydir bu, amma bu xüsusiyyətini heç sevmirəm. Məsələn, daraq hər dəfə baxıram, ən mükəmməlini axtarıram ki, ən yaxşısı olsun. Ən mükəmməl dediyim, ən bahalısını nəzərdə tutmuram. Yəni fikirləşirəm ki, onsuz evdə var. Məsələn, bu daraq qırılsa, həmin anda gedib alaram. Amma bu var deyə mən biraz gedib almağa onu üşənirəm. Son halımda belə oldu. Bayaqdan şüşələrə fikir verirəm. Güzgülərimi silmək lazımdır. Gələndən sonra da onları da həll eləyərik. Son halımda belə oldu. Heç bir aksesuar istəmirəm taxım əlavə. Çünki tez gedib gəlməyi planlaşdırıram. Kızlar, əslində hadisələrin bu qədər tez dəyişəcəyini bilməzdim. Ödənişi etdim. Bundan sonra isə halam oğlunun ad günüdür. Bugün də oraya getməliyik. Gəldim, onun üçün hədiyyə aldım. Əslində ağlımda yox idi. Bilmədim qeyd edəcəklərini. Buna görə də indi hədiyyəmi aldım və evə qayıdıram. Əslində Pandaya getmək istirdim. Orada endirimlər var. Bilmirəm indi də qalıbsa, amma oraya getmək istirdim. İndi bir dənə aptekə keçəcəm. Buradan pampers alıb qayıdacağam evə. Kızlar, gəldim evə. Belə sizə aldıqlarımı göstərim. Ətirdir, ətri aça bilməyəcəm onsuz. Ona görə də belə formada göstərim. Hədiyyəli bir şeyi də. Məndə paket var deyə almadım. İnşallah ki paket var, səhv bilmirəm. Belə bir ətirdir. Bunu aldım. Və bir də belə bir kəməri aldım. Bu da Salinadır. 2 məhsullarda var. 2 paltarları filan ümumiyyətlə çoxdur. Belə bir qablaşdırması da var idi. Bir kəmərdir. Bilmirəm, bəyənəcək, bəyənməyəcək. Məncə pis deyil, yaxşıdır. Belə alışverişim bu qədər idi. Bir dənə də pampers var idi. Onu da qoydum otağa. Alinanın çantasını hazırlayacağım və Alinanın oyanmağını gözləyəcəm. Onlar üçün paket tapmaq lazımdır. Mənim də paketlərimin bir hissəsi buradadır, bir hissəsi də burada. Əvvəlcə bura baxacağım. Buradan çox ümidliyəm ki, nəsə tapa bilərəm. İndi mən baxım, buradan axtarım. Nəsə tapa bilirəmsə. Hədiyyələrim də bu formada aldı. Biraz gülməyim gəldi. Adorun paketini saxlamışdım mən. Belə amma çox, yəni ki, mükəmməl oturdu da. Altdan toxunu qoydum, yan-yana yerləşmədi. Kəmər də üstündən. Belə bir hədiyyə oldu. Məncə elə kişiyə uyğun oldu. Çünki burada elə qalanlar ancaq belə çəhrayı formada filan bunlar idi. Bir dənə də paket var. Hətta burada. O da qalsın gələn dəfəyə. İndi yığım mən. Bunları saxlamışam. Niyə saxlamışam? Özüm də bilmirəm, amma saxlamışam. Atmamışam heç birini. Bunları heç istifadə eləmədik bu dəfə. Kekslərin üzərinə qoymaq üçün və bunları da indi tez yığışdırım. Kızlar, deməli biz ad gününə getdik. Artıq gəlmişik. Evdəyik. Burada da saat 12 idi, saat 1 olurdu. Bəlkə də Alina da yatmaq istəmirdi. Ora getdim və telefona toxunmadım demək olar. Bir də evə gəldikdən sonra telefona baxmışam. Buna görə də çox bir şey çəkə bilmədim. Həm də adam çox idi. Buna görə də çox bir şey çəkmək istəmədim. Çox maraqlı keçdi. Neçə vaxtdır ki, xalalarla filan bir yerdə yığışmırdıq. Bundan sonra isə artıq səhərli gündür. Burada gördüyünüz vəziyyətə mən özüm də şok olmuşdum. Bütün paltarları gətirdim, yığdım üst-üstə. Yulanlar var idi, elə onların bir hissəsini təmizləmişdim. Bu paltarların arasından da kirliləri ayırdım və digərlərini isə təmiz olanları qatladım, yerinə yığdım. Çox gec gəldiyimizə görə axşam da ancaq Alina ilə məşğul oldum. Bundan sonra təmizliyə vaxt ayıra bilmədim. Elə fikirləşdim ki, onsuz təmizlik vlogu kimi başlamışdım vlogumu. Düzdür, hadisələr biraz fərqli yerlərə getmiş ola bilər, amma dedim ki, elə təmizliyimə bugün davam edeyim və otağı da yığışdırım. Siz isə hələ də kanalıma abunə olmamısınızsa, abunə olmağınızı da sizdən xahiş edirəm. Çünki bu mənim üçün ən böyük dəstək deməkdir və sizin dəstəyinizi mən belə olduğu zaman daha çox hiss edirəm. Kanalım, əgər vloqlarım sizin xoşunuza gəlirsə, rəy yazmağı da unutmayın. Bir müddətdir ki, mən günlük vloqlar paylaşıram qısa video formasında və bunlar da bir çox izləyicilər tərəfindən sevildiyini bilirəm. Mənim özümə maraqlı olur. Buna görə də çalışıram ki, bu formatda bəzi şeylər də sizinlə çəkim paylaşım. Və həmin vloqların birində sizinlə bölüşdüm ki, mənim böyük bir məqsədim var və vloqlardan, günlük vloq olaraq paylaşdığım bütün vloqlardan gələn pulları həmin məqsədim üçün ayıracağım.
Düzdür, çox cüzi məbləğlərdir, amma özümü motivasiya etmək üçün belə bir yola başlamışam və qazandığım pulları da sizinlə bölüşəcəm. Buna görə də əgər sizə maraqlıdırsa, həmin günlük vloqlarda izləyin. Mənim üçün belə vloqlar çox maraqlı olur. Həm mən motivasiyalı formada işlərimi görə biləcəm, həm də bir çox xanımlar var ki, evdar xanımlardır, körpə uşaqları var və ya yəni ümumiyyətlə işləmirlər və çox zaman insanlar elə fikirləşir ki, evdar xanımdır, heç bir yerdən gəliri yoxdur və heç nə bacara bilməz kimi düşünür. Amma bununla mən sizə belə ilham olmaq istəyirəm ki, sizə də motivasiya olsun. Yəni evdə oturaraq da, kiçik bizneslərlə öz biznesini quraraq da nəyisə bacarmaq olar. Yəni əslində məqsədim də budur. Həm bəlkə mən öz məqsədimə çatdım, həm də bir çox insan da məndən ilhamlanaraq öz kiçik bizneslərini də qura bilərlər. Yatağın üstünü sərmədim, çünki axşam sərmək istəyirəm ki, biraz havalansın. Adyalları da çırpdım, gətirdim. Adyalları yumuram, hava soyuqdur. Yəni qurumağı biraz vaxt alacaq. Amma ki, buranı belə saxlayacağam, axşam sərəcəm üstünü. Çünki hal-hazırda əslində sərə bilərəm, amma istəyirəm ki, biraz hava dəysin. Çünki neçə vaxtdır ki, elə üzlüklərini dəyişirəm və yenisini taxıram. Heç havalanmağa falan qoymuram. Birazdan döşəyi də qaldırmaq istəyirəm ki, biraz döşəyin altı da havalansın, belə biraz fərahlıq gəlsin. Bunları otağa aparacağım Alina üçün. Bir dənə qaldı bu hissəni təmizləmək. Bu hissələr də təmizdir. Sadəcə bunu atmaq lazımdır. Bu isə bu yaddan çıxıb qalıb. Burada yoldaşımın şalvarıdır. Onlar da bunun içi də bu formada elə bildiyiniz kimi qalır. Bu paketi də qoyduq bura. Və indi buranı da tez yığışdırım. Bundan sonra isə artıq işim bitir. Gedəcəm Alinanın yanına. Deməli, südüm qaynadı. İndi bu 2 litrdir süd. Bunun 1 litrisindən eləyəcəm tvaroq, kəsmiyəni Alina üçün. 1 litrisindən də firni hazırlayacağım. Baxaq necə alınır. Deməli, fikirləşirdim ki, burada 2 litrdir. Bunu necə ölçüm ki, yarı-yarıya ayıra bilim. Bizə belə bir qaynanamın qazanı var. Belə qırağında bunun litrlər var. Ölçü yazılıb. Elə bunda ölçəcəm. Həm bunda ya filini bişirərəm, ya tvaroğu. Hərəsində birini edərəm. Məncə belə daha yaxşı alınır. Çünki başqa bir şey alma gəlmir ki, necə ölçüm. Filini üçün bizə lazımdır 1 stəkan pesoq. Bu qədər də düyü unu. Kolum ağrıdı kızlar. Bayaqdan durmadan karıştıracağım. Bu da demək olar ki hazır olur. Şimdi də qaynayandan sonra artıq demək olar ki hazır olmuş olacaq. Belə oldu, qatılaşıb artıq.
Qızlar, vloqumu bura qədər izlədinizsə, hər birinizə təşəkkür edirəm. Əgər vloqum xoşunuza gəldisə, bəyənməyi, rəy yazmağı da unutmayın. Və əgər hələ də kanalıma abunə olmamısınızsa, kanalıma abunə olmanızı da sizdən çox-çox xahiş edirəm. Və firnilərim də bu formada oldu. Üzərlərini bəzətdim. Birinci bəzətdiyim heç xoşuma gəlmədi. Amma qaynanamın ən çox sevdiyi firnilərdən biri o oldu. Bəzəklərdən biri o oldu. Biraz qəribə alın. Fikir verməyin. Hər biriniz özünüzə yaxşı baxın. Növbəti vloqlarda görüşərik. Hələlik.